İsmail, istediğine çattın, yetimin kalbini kırdın. Balanı atadan ayırdın. Ağlama bala. Ağlama gözümün içi. Senin de ananı kara torpak udmasaydı, sen de ağ gün görerdin. Anacan! 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 İsmail! İsmail! Azizim! Axır ben... Bırak! Sen verdin bahşiş, ben lazım der, al! İsmail yaxşı uşaqdır, mehriban, ürəyi təmiz, qoçaq oğlandır. Bax, bu yaxınlarda uşaqlar məktəbdən evə qayıdırlarmış. Birdən bərk külək qopur. Uşaqlar çayı keçəndə dadaşı sel aparır. İsmail özünü itirməyib, cəld çaya atılaraq onu xilas edir. Belədir. Amma neyləyərsən ki, dərslərini yaxşı oxumur. Elə hey axşama kimi ora-bura qaçır. Nənəsi isə heç bilirsiniz bir dəfə müəllimə nə deyib? Deyib ki, uşaq kitaba çox baxsa gözləri ağrıyar. Salam yoldaşlar. Salam, salam. İşler necədir usta? İçeri hazırdır, bugün de buranı kurtarırıq. Hə? Bax bu yaxşı, çox sağ olun. Çok yaxşı insan adamdır. İnsanlığı qalsın bir yana, deyirlər çox yaxşı həkimdir. Buyurun Dilara bacı. Buralar heç yolub təmizlənməyib ki. Xeyr, çatdıra bilmədik Dilara bacı. Solmaz. Su getir. Su? Bəli, su. Tez olun. Solmaz. Bəli. Uşaqlara çoxdan rəhbərlik edirsən? Bu ilin yazından, pioner dəstə rəhbəri Bakıya gedən günlər. Nə üçün soruşursunuz Dilara bacı? Heç, elə belə. Deməli, həm burada işləyirsən, həm orada. Yaxşı, bəs sizin uşaqlar nə ilə məşğul olurlar?